Müstəvi üzərində hesablama başlanğıcında düz bucaq altında kəsişən 2 ədəd oxu düz bucaqlı koordinat sistemini əmələ gətirir. Deməli, bu oxlardan bura oldu 0 yazdığımız hesablama başlanğıcıdır. Üfüqi ox bizdə absis oxudur, OX oxu deyirik. Şaquli ox ordinat oxudur, OY oxu deyirik. 0 isə qeyd etdiyimiz hesablama başlanğıcıdır. Hesablama başlanğıcının hər iki koordinatı 0-dır. Nöqtə olaraq O nöqtəsidir, koordinatları 0-dır. Hesablama başlanğıcı. Və koordinat oxlarının düzbucaq altında kəsişməsindən koordinat sistemi 4 rübə bölünür. Rüblər isə saat əqrəbinin əks istiqamətində düzülür. Birinci rüb, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Birinci rübdə yerləşən nöqtənin hər iki koordinatı, yəni həm absisi, həm də ordinatı müsbətdir. İkinci rübdə yerləşən nöqtənin absisi mənfi, ordinatı isə müsbətdir. Üçüncü rübdə hər ikisi mənfi olacaq. Dördüncü rübdə absisi müsbət, ordinatımız mənfi olmuş olacaq. Və xüsusi olaraq qeyd edim ki, nöqtə OX oxu üzərində yerləşibsə, onun absisi var, ordinatı isə 0-dır. Məsələn, tutaq ki, burada hər hansısa bir A nöqtəsi qeyd etsək, həmin A nöqtəsinin absisi olacaq X, ordinatı olacaq 0. A nöqtəsi X 0 harda yerləşir? Absis oxu üzərində. Yerləşir. Və yaxud da ordinat oxu üzərində bir B nöqtəsi qeyd etsək, həmin nöqtənin nöqtə OY oxu üzərində yerləşdiyindən absisi 0 olacaq, ordinatı isə hər hansısa bir Y olacaq. B nöqtəsi isə yerləşir ordinat oxu üzərində. Belə. Deməli, nöqtənin koordinat sistemində yeri belə müəyyənləşir. Birinci və ikinci koordinat vasitəsilə. Birinci koordinatımız absis olacaq nöqtənin, ikinci koordinatımız ordinat olacaq. Absis oxu üzərində yerləşən nöqtənin absisi var, ordinatı 0-dır. Ordinat oxu üzərində yerləşən nöqtənin absisi 0-dır, ordinatı var. Belə. İndi isə keçək funksiya anlayışına. Bu düzbucaqlı koordinat sistemi haqqındaydı. Funksiya nəyə deyilir? Nədir ümumiyyətlə funksiya? Hər hansı bir X və Y çoxluğu götürək. Bu da onun elementləri olsun. Funksiyanın tərifinə görə X-in bir elementinə Y-in yalnız bir elementi uyğun gəlməlidir. X çoxluğunun bir elementinə Y çoxluğunun yalnız bir elementini qarşı qoyan qaydaya funksiya deyilir. Burada X adlanır arqument və yaxud da asılı olmayan dəyişən, Y adlanır funksiya və ya asılı dəyişən. Asılı dəyişən dedikdə, yəni Y-in qiymətləri X-in aldığı qiymətlər əsasında müəyyən olunur. Ona görə Y X-dən asılı olduğu üçün Y-ə deyirik asılı dəyişən. Ümumilikdə biz funksiyanı adətən bu cür işarə edirik. Y bərabərdir fx və yaxud da Y bərabərdir rx. Funksiya əsasən 3 üsulla verilir. Birinci üsul verilmə üsulları. Birinci üsul cədvəl üsul.
Cədvəl üsulu necədir? Yəni, x-in və y-in qiymətlərinin yer aldığı cədvəl verilir. Cədvəldə x və y-in qiymətlərini əsasən biz funksiyanın riyazi ifadəsini, yəni düsturunu müəyyən edə bilərik. Bura x olsun, bura y olsun. 1, 2, 3, 4, 5. 2, 3, 4, 5, 6. Burada belə koordinat cütləri şəklində də verilə bilər. Ədədlər cütü şəklində. Məsələn, 1, 2, belə. Və yaxud da 2, 3 və yaxud da 3, 4, 4, 5, 5, 6 cədvəl şəklində və yaxud da ədədlər cütü şəklində verilə bilər. Biz bu cədvələ baxıb müəyyən edə bilərik ki, funksiyamızın riyazi ifadəsi necədir? Məsələn, mən baxanda görürəm ki, bu cədvələ əsasən x-in qiymətlərinin üzərinə nə əlavə olunub? 1 əlavə olunub, y almışam. O zaman yaza bilərəm ki, y bərabərdir x plus 1. Nə etdim? Cədvələ əsasən funksiyanın riyazi düsturunu müəyyən etdim. Bu da oldu funksiyanın verilməsindən cədvəl üsulu. Digər bir üsul, ikinci üsul qrafik üsuldur. Qrafik üsulla əsasən necə funksiyanı müəyyən edə bilərik? Məsələn, funksiyanın qrafiki veriləcək. Mən qrafikə baxıb müəyyən edə bilərəm ki, bu qrafik hansı funksiyanın qrafikidir. İndi mən biraz irəlidə qrafikə əsasən funksiyanın riyazi ifadəsini necə tapmaq olar, onu izah edəcəm. Yəni, qrafik verilib, qrafikə baxıram. Məsələn, burada kəşmə nöqtələri 2 dənə funksiyaya aid, qrafikinə aid 2 dənə nöqtə görürəm. X və y oxuna aid. Tutaq ki, bura -1-dir, bura 1-dir. Bu iki nöqtəyə əsasən funksiyanın riyazi ifadəsini müəyyən edə bilərəm. Bu oldu qrafik üsul. Üçüncü üsul isə adlanır analitik üsul. Əslində ən geniş yayılmış üsul elə analitik üsuldur. Yəni birbaşa düsturu ilə verilir. Mən bilirəm ki, funksiya hansı şəkildədir. Tutaq ki, y bərabərdir 2x plus 1, y bərabərdir 3x çıxılsın 2, y bərabərdir 5x, y bərabərdir 7 və s. Bu oldu funksiyanın analitik üsulla verilmə şəkli. İndi biz funksiyalardan ilk olaraq xətti funksiya, onun qrafiki və xüsusiyyətləri ilə tanış olacaq. Xətti funksiyanın riyazi ifadəsi, yəni analitik ifadəsi bu şəkildədir. Y bərabərdir kx plus b. Burada y bilirik funksiyadır, x arqumentdir, bayaq qeyd elədiyim k və b nədir? K adlanır bucaq əmsalı. B isə nədir? B isə funksiyanın qrafikinin o y oxu ilə kəşmə nöqtəsinin ordinatıdır. B funksiyanın qrafikinin o y oxu ilə kəsişmə nöqtəsidir. Xətti funksiyanın ümumi şəkli, riyazi ifadəsi, analitik ifadəsi bu şəkildədir. K-dır, B-dir, nədir? Bunu bildik. Funksiyanın təyin oblastı nədir? Təyin oblastı ümumiyyətlə nə deməkdir? Təyin oblastı arqumentin, yəni x-in ala biləcəyi qiymətlər çoxluğudur. Qiymətlər oblastı isə y-in ala biləcəyi qiymətlər çoxluğudur. Bəs xətti funksiyanın təyin oblastı və qiymətlər oblastı necə olacaq? Xətti funksiyanın
təyin oblastı bütün həqiqi ədədlər çoxluğudur. Yəni burada x-ımız istənilən bir qiymət ala bilər. Yəni x üçün bir məhdudiyyət yoxdur. Ona görə də təyin oblastını adətən dy ilə işarə edirik. dy daxildir. Həqiqi ədədlər çoxluğunu biz mənfi sonsuzluqla müsbət sonsuzluq kimi və yaxud da belə də yaza bilərik. dy daxildir r-ə. R həqiqi ədədlər çoxluğudur. Deməli, dy də buradan qeyd edirəm. Nədir? Funksiyanın təyin oblastı. Y nədir? Qiymətlər oblastı. Xətti funksiyanın təyin oblastı da, qiymətlər oblastı da həqiqi ədədlər çoxluğudur. Y də daxil olacaq həqiqi ədədlər çoxluğu. Burada k sıfırdan fərqli olduqda olacaq, qeyd edirəm yanında. K sıfırdan fərqli olduqda gəlin bunu bu hissədən yazaq. K fərqlidir 0. Bu zaman təyin oblastımız həqiqi ədədlər çoxluğudur. Virgül. K-mız 0-a bərabər olanda isə nə baş verir? Y B-yə bərabər olur. Y bərabərdir B. Alırıq. Yenə təyin oblastımız olacaq. K 0-a bərabər olanda həqiqi ədədlər çoxluğu. Qiymətlər oblastımız Y-imiz isə olur B-yə bərabər. Bu da belə. İndi xətti funksiyanın qrafiki düz xəttir. K dedik, bucaq əmsalıdır. Xətti funksiyanın qrafikinin ordinat oxunu 0 B nöqtəsində kəsir. Məsələn, tutaq ki, belə olsun qrafikimiz. Bura olacaq B nöqtəsi. B nöqtəsinin koordinatı nöqtə Y oxu üzərində yerləşdiyindən 0B olacaq. Və bu isə B ilə işarə edirik. Yəni bildiyimiz xətti funksiyada Y bərabərdir kx plus B şəklində olan xətti funksiyada B o Y oxu ilə kəşfmə nöqtəsidir. İndi keçək qrafiklərə. K sıfırdan böyük olanda, B sıfırdan böyük olanda bizim qrafikimiz necə olacaq və neçənci rüblərdə yerləşəcək? Birinci hal. Əgər K sıfırdan böyükdürsə, B də sıfırdan böyükdürsə, qrafikimiz bu şəkildə olacaq. Bax, şəklini çəkmişəm. K sıfırdan böyük olanda xətti funksiyanın qrafiki OX oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Yəni bizim alfamız necə bucaqdır? İti bucaq. Nə vaxt olur iti bucaq? K-mız müsbət olanda, sıfırdan böyük olanda. B də sıfırdan böyük olanda gördüyümüz kimi qrafik Y oxunun müsbət istiqamətdə kəsir. Və bizim qrafikimiz neçənci rüblərdə yerləşir? 1, 3 və 4-də yerləşmədi. 1, 2, 3. 4-də elə belə yazıram. Qrafik yerləşdi. 1, 2, 3-cü rübdə. K da B də sıfırdan böyük olanda. İkinci hala baxaq. K-mız sıfırdan böyük olanda, B-miz sıfırdan kiçik olanda necə olacaq? Deməli, B sıfırdan kiçikdirsə, deməli, qrafik Y oxunu Y-in mənfi istiqamətində kəsir. Qrafik o Y oxunu mənfi istiqamətdə kəsir. Yəni, burada olacaq. B buradadır. İndi gərək K-nın işarəsinə baxaq. K sıfırdan böyükdür. K sıfırdan böyükdürsə necə olacaq? Deməli, qrafik X oxu ilə iti bucaq əmələ gətirir. Müsbət istiqaməti ilə. Bu şəkildə olacaq. Baxın. Alfa. Deməli, alfa bucağımız necə bucaqdır? İti bucaqdır.
Yenə alfa, iti, bucaq olur. Bəs bu halda qrafikimiz neçənci rüblərdə yerləşir? 1-də yerləşdi, ondan sonra 3-də yerləşdi və 4-cü rübdə yerləşdi. Bir, 3 və 4. Üçüncü hala baxaq. K sıfırdan kiçikdir, virgül. B sıfırdan böyükdür. Qrafikimiz necə olacaq? Birinci B'yə baxıram. B sıfırdan böyükdür. Deməli, B buralarda bir yerdədir. Y-ın müsbət istiqamətində kəsir. K'mız sıfırdan kiçikdir, mənfidir. Deməli, bucağımız kör bucaq olmalıdır. Qrafikimiz belə olacaq. Baxın. K nədir? Funksiyanın qrafikinin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. Alfamız kör bucaqdır. Bəs qrafikimiz neçənci rüblərdə yerləşdi? Qrafikimiz 1, 2, fikir verirsiniz, 3-cü rübə toxunmur və 4-cü rübdə yerləşdi. 1, 2 və 4. 4-cü hala baxaq. K'mız da sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir. O zaman qrafikimiz necə olacaq? B sıfırdan kiçikdir, burada B yerləşsin. K sıfırdan kiçikdirsə, deməli mənim bucağım yenə qeyd elədiyim kimi kör bucaq olmalıdır. Belə olanda baxın, OX oxunun müsbət istiqaməti ilə necə bucaq əmələ gətirdi? Kör bucaq. Alfa kör bucaqdır. Qrafikimiz neçənci rüblərdə yerləşdi? Deməli, qrafik 2-də yerləşir, 3-də yerləşir və 4-də yerləşir. Birinci rübdə görürük ki, qrafik düşmür ora. 2, 3, 4. Bunları əzbərləməyə ehtiyac varmı? Yoxdur. Sadəcə başa düşməyiniz kifayətdir. Ümumiləşdirib deyə bilərik ki, K'nın B'nin işarəsini necə müəyyən edirik? Əgər qrafikimiz X oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə, K sıfırdan böyükdür, kör bucaq əmələ gətirirsə, K sıfırdan kiçikdir. B'nin işarəsini necə müəyyən edirik? Əgər qrafik Y oxunu müsbət istiqamətdə kəsirsə, B sıfırdan böyükdür, yəni müsbətdir. Əgər Y-ın mənfi istiqamətdə kəsirsə, B sıfırdan kiçikdir. Bu qədər bəsit. İndi gəlin baxaq, hansı ki funksiyanın analitik ifadəsi verilib, bizdən onun qrafikini qurmaq tələb olunur. Necə quracağıq? Məsələn, tutaq ki, verilib belə bir funksiya. Y bərabərdir x plus 1. Mən bu funksiyanın qrafikini quracağım. Qrafikini qurmaq üçün birinci qiymətlər cədvəli tərtib edirəm. Bir dəfə x-a 0 verəcəm. X-a 0 verəndə hesab edin, x0-da y bərabər olur 1-ə. Bir dəfə y-ə 0 verəcəm. Hesab edin ki, 0-a bərabərdir. Buradan x tapıram. X plus 1 sıfırdısa x nəyə bərabərdir? Mənfi 1. Bunu silək. Aha. Biz artıq nə etmiş olduq? Funksiyaya aid 2 dənə nöqtə müəyyənləşdirdik. Gətiririk, nöqtəni də koordinat sistemində qurmağı biliriksə, nöqtələrin yerini müəyyən edirik. Deməli, 0-1 nöqtəsi harada yerləşəcək? X-ımız 0, y-imiz 1-dir. Bu 1 burada olacaq. Nöqtəmizin biri buradır. Tutaq ki, bu olsun. A nöqtəsi koordinatları 0, 1. B nöqtəsi koordinatı mənfi 1, 0. B nöqtəsinin apsisi mənfi 1-dir. Koordinatı 0-dır. Burada olsun. Bura A-dır, burada B-dir. Sonra bu iki nöqtəni birləşdiririk və nəyə almış oluruq? Qrafikimizi almış oluruq. Bu da belə. Gördüyünüz kimi verilmiş
funksiyanın qrafiki bu şəkildə olacaq. Nə etdim? Birinci qiymətlər cədvəli tərtib edirəm. Bir dəfə x-a, bir dəfə y-ə 0 verirəm. Alınmış koordinat cütlərini koordinat sistemində yerini müəyyən edib, həmin nöqtələrdən keçən düz xətt verilmiş xətti funksiyanın qrafiki olmuş olur. Birində yazaq. Y bərabərdir. Məsələn, 3x çıx 2. Burada mən baxan kimi görürəm ki, k 3-dür. B də nədir? Mənfi 2-dir. Yenə qiymətlər cədvəli tərtib edirəm. Bir dəfə x-a 0 versəm, y-a olur mənfi 2. Bir dəfə y-a 0 verəcəm. Hesab edin, bunu 0-a bərabər edirəm. 3x bərabərdir 2, x bərabərdir 2 bölünsün 3. Olacaq 2 bölü 3. Bunu silirəm, mənə lazım deyil. Daha sonra həmin nöqtələri koordinat sistemində qururam. Deməli, x 0, y mənfi 2, x 3-də 2, y 0 olan nöqtə. Bu A nöqtəsi olsun, digər də B nöqtəsi olsun. Mənfi 2, bu oldu A nöqtəsi, B nöqtəsi x 3-də 2. Burada B nöqtəsi. Daha sonra həmin nöqtələrdən keçən düz xətt mənim verilmiş xətti funksiyamın qrafiki olmuş olacaq. Deməli, xətti funksiyanın qrafikini qurmaq üçün bizə iki nöqtənin varlığı kifayət edir. İndi ola bilər ki, qrafik verilib, bayaq dedik axı, funksiya 3 sola verilə bilər, onlardan biri də qrafik soldur. Qrafikə baxıb biz həmin funksiyanı özümüz riyazi ifadəsini, düsturunu çıxarmalıyıq. Məsələn, tutaq ki, bir dənə qrafik çəkirəm. Hansı ki, qrafik sırf xətti funksiyaya aiddir. Məsələn, belə. Bura olsun 1, burada olsun 2. Mən bu qrafikə baxıb necə müəyyən edəcəm ki, mənim xətti funksiyam hansı şəkildədir? Birinci, ilkin olaraq qrafikə baxanda nə görürəm? B-nin qiymətini. Bura B-dir. Yazıram ki, B bərabərdir 2. Birinci qrafikə baxanda görürəm, koordinat başlanğıcından keçmirsə, deməli, y bərabərdir kx plus b şəklində olan xətti funksiyanın qrafikidir. Və burada b 2-dir. Olacaq kx plus 2. İndi bizə lazımdır k-nı tapmaq. K-nı tapmaq üçün növbəti nöqtə. Hansı ki, nöqtənin koordinatı x 1-dir, y nədir? 0-dır. Gətirirəm bu nöqtəni xətti funksiyada yerinə yazmağa. X-in yerinə nə yazacağım? 1 yazacağım. X-dir, bu da y-dir. X-a 1 yazsam, k vurulsun 1. Üzərinə gəl 2 bərabərdir. Y-im olmalıdır 0. Bu hər iki nöqtə xətti funksiyanın qrafik üzərində yerləşirsə, onun düsturunu da, onun tənliyini də ödəməlidir. K da buradan bərabər oldu mənfi 2-yə. Gördüyünüz kimi B-ni də müəyyən etdik, K-nı da müəyyən etdik. İndi yaza bilərəm, y bərabərdir. K-nın yerinə mənfi 2 yazacağım. X, B-nin də yerinə 2. Nə etdim? Qrafikə əsasən funksiyanın riyazi ifadəsini yazdım. Bir başqasına da baxaq. Məsələn, belə olsun. Yəni, bayaq yerləşirdi neçənci rüblərdə. Eynidir, eynidir. Yaxşı, fərqli çəkək bunu biraz. Belə. Tutaq ki, bura 2-dir, bura mənfi 4-dür. İndi, baxıram ki, B-miz mənfi 4-dür. B bərabərdir, mənfi 4-dür. Bu nöqtənin də koordinatları x 2-dir, y 0-dır. Yazıram, y bərabərdir. Kx, b-nin yerinə yazacağım, mənfi 4, çıx 4. Bura lazımdır k-nı tapmaq. K-nı tapmaq üçün digər bir nöqtənin koordinatlarını gətirib qoyuram. Funksiyada yerinə yazıram. X, y, x-ə 2 verəcəm. K vur 2, çıx 4 bərabərdir. Y-im nə olmalıdır? 0. 2k bərabərdir 4, k bərabərdir 2. K-nı da tapdığıma görə artıq yaza bilərəm ki,
Funksiyam hansı şəkildədir? 2x b neçə idi? -4 çıx 4. Bu funksiyaya uyğun, qrafikə uyğun mənim funksiyam, xətti funksiyam bu şəkildədir. Bu da belə. Sonra xətti funksiyanın qrafiklərinin qarşılıqlı vəziyyəti. Bu barədə də danışaq. Məsələn, 2 xətti funksiya verilə bilər. Düsturu ilə verilib. Mən onların düsturlarına baxıb qrafiklərin qarşılıqlı vəziyyətini müəyyən edə bilərəm. Necə müəyyən edə bilərəm? K-nın B-nin qiymətlərinə əsasın. Məsələn, buraya yazaq. Birinci halda, əgər bucaq əmsallarımız, yəni K-larımız fərqlidirsə, deməli, bu funksiyaların qrafikləri kəsşir. Qrafiklərin qarşılıqlı vəziyyəti necə olacaq? Qrafiklər bir nöqtədə kəsşir. Kəsişir. Məsələn, tutaq ki, y bərabərdir 3x plus 2, y bərabərdir 5x plus 4. Baxan kimi K1 3'dür, K2 5'dir. K-larımız fərqlidirmi? K1 K2'dən fərqlidirmi? Yəni 3 5'dən fərqlidirlər. Deməli, qrafiklərimiz nə edir? Kəsişir. Kəsişir. Heç nə etmədim, qrafiklərimi qurmadım. Sadəcə K-ların vəziyyətinə baxıb, qrafiklərin qarşılıqlı vəziyyətini müəyyən etdim. İkinci hal. K-larımız bərabərdir. B-lərimiz fərqli olduqda, bu zaman qrafiklərimiz paralel olacaq. Məsələn, tutaq ki, y bərabərdir 3x minus 2, K-larımız eyni olmalıdır. Y bərabərdir 3x plus 5. Fikir verin, K-lar eynidir, fərqli olan B-lərdir. Bu halda bizim qrafiklərimiz nədir? Paraleldir. Üçüncü hal. K-lar da bir-birinə bərabərdir. B-lər də bir-birinə bərabərdir. Bu zaman qrafiklər üst-üstə düşür. Məsələn, y bərabərdir 3x plus 2, y bərabərdir 2 plus 3x. Yəni, baxın, eyni düsturdur. Eyni ifadədir. Burada da K3'dür. Burada da K3'dür. Sadəcə çaşdırmaq üçün toplananların yerini dəyişiblər. Biz bilirik ki, bu zaman cəmdə dəyişmir, düzdür. K-nın da B-nin də qiyməti eyni qalır. Deməli, qrafiklərimiz necədir vəziyyəti? Üst-üstə düşür. Bir dənə də hal var. K-ların hasili -1 olarsa, K1'in K2'ye hasili -1'ə bərabərdirsə, qrafiklər perpendikulyardır. Belə T işarəsi qoyuram. Bilin ki, perpendikulyardır. Məsələn, y bərabərdir 3x plus 5. Y bərabərdir -3/1x minus 5. Bizə lazımdır K. B'yə baxmırıq. Bu K1'dir, bu K2'dir. K1'i K2'ye vuranda hasil -1 verir mi? Baxaq.
Bəli, hasil -1-dir. Deməli, qrafiklərim necədir? Bir-birinə perpendikulyardır. Bu xətti funksiyanın qrafiklərinin qarşılığı vəziyyətinin müəyyən olunmasıdır. İndi keçək düz mütənasib asıllığa. Düz mütənasib asıllığı biz bilirik, yəni məlumatlıyıq. Riyazi ifadəsi hansı şəkildədir? Y bərabərdir kx şəklindədir. Düsturu y bərabərdir kx şəklindədir. Burada da k nədir? Bucaq əmsalıdır. Və onu da qeyd edim ki, düz mütənasib asılı xətti funksiyanın xüsusi halıdır. Və xətti funksiyanın riyazi ifadəsi kx plus b idi. Burada b sıfıra bərabər olanda nə baş verir? Y bərabər olur kx-a. Yəni b-nin sıfıra bərabər olduğu xüsusi halı bizə verir düz mütənasib asıllığı. Burada da k bucaq əmsalıdır. Funksiyamızın qrafiki nədir? Düz xəttir. Amma necə düz xəttir? Koordinat başlanğıcından keçən düz xəttir. 0, 0 nöqtəsindən keçən düz xətt bizim qrafikimizdir. Sonra k sıfırdan böyük olanda bizim qrafikimiz yerləşir 1 və 3-cü rüblərdə. Qrafik 1 və 3-cü rüblərdə yerləşir. K sıfırdan kiçik olanda qrafikimiz yerləşir 2 və 4-cü rüblərdə. Və k sıfırdan böyük olanda bayaq xətti funksiyada dediyim kimi funksiyanın qrafiki OX oxunun müsbət istiqaməti ilə itib, k sıfırdan kiçik olanda isə qrafik OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Məsələn, baxaq. Koordinat başlanğıcından keçdisə, artıq bilin ki, riyazi ifadəsi kx şəklindədir funksiyanın və qrafikinin OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağımız 2 olduğu üçün burada deməli k nədir? Sıfırdan böyükdür. Digər bir hala baxaq. Burada, baxın, bucağımız necə bucaqdır? Kör bucaqdır. Deməli, k sıfırdan kiçikdir. Bu da belə. İndi məsələn buna da aid 1-2 dənə hala baxaq, nümunəyə baxaq. Tutaq ki, deyir, y bərabərdir 2x-in qrafikini qurun. X, y. X-a 0 verəndə, onsuz da y də 0 alır. 1 verəndə 2 alınır, 2 verəndə 4 alınır. Koordinat başlanğıcından keçən düz xətt olmuş olacaq. Məsələn, bu qrafikə aid olan nöqtələri üzərində qeyd edə bilərik ki, x1, y2 və yaxud da x2, y4. Belə. İndi digərinə baxaq. Tutaq ki, y bərabərdir -2x verib. Yenə qiymətlər cədvəli tərtib edirəm. 0 verəndə 0 alıram, 1 verəndə -2, 2 verəndə -4 almış alıram. Koordinat başlanğıcından keçəcək k sıfırdan kiçiksə qrafik 2 və 4-cü rüblərdə yerləşir. Bir saniyə. Burada x-a 0 verdi, x-a 1 verəndə y-imiz -2, bəli. X-a 2 verdik, y-imiz -4. Belə. Bu nöqtələr də qrafikə aid olan nöqtələrdir. Məsələn, ola bilər ki, bayaqki kimi xətti funksiyada dediyim kimi qrafik verilər, bizə funksiyanı aşkar etmək tələb olunur.
İnandırım ki sizi bircə nöqtənin varlığı bizim üçün kifayətdir. Tutaq ki, verilibdir belə. Bir dənə də nöqtə verilibdir. Tutaq ki, 1, burada 5. Deyir, qrafiki qurun. Mən baxıram, mərkəzdən keçirsə, deməli nədir? Düz mütənasib asılılığa aiddir qrafik. Y bərabərdir kx şəklində olmalıdır. İndi bu nöqtə 1, 5 koordinatları belədir. X-ə 1 verəcəm, k vurulsun 1. Y-imiz nədir? 5. Deməli, k 5 olubsa, funksiyam hansı şəkildədir? 5x şəklindədir. Qutardı, getdi. Və yaxud da bir dənə belə bir nöqtə verilsin. -2'dir. Burada -2'dir. Yenə bilirəm ki, mərkəzdən keçirsə kx şəklindədir. Və k-nı da biz tapmağı bilirik də. K bərabərdir y-xa nisbət. -2'nin -2'yə nisbəti eləyir. Bura 2'dir, üzr istəyirəm. -1. Y bərabərdir kx-a. K-mız da -1 olduğundan -x yazacaq. Daha -1x yazmırıq. Belə. Sonra xətti funksiyanın xüsusi halı kimi y bərabərdir b sabit funksiyasını da qeyd edək. Y bərabərdir kx plus b-də. B-yə 0 verəndə düz mütənasib asılılıq alırıqsa, k bərabərdir 0 olanda nə baş verər? Y bərabər olar b-yə. Buna sabit funksiya deyilir. B 0-dan böyük olanda bizim qrafikimiz yerləşir 1 və 2-ci rübdə. B 0-dan kiçik olanda qrafik yerləşir 3 və 4-cü rübdə. Və bu adlanır sabit funksiya. Qırmızı ilə qeyd edeyim. Sabit funksiya da funksiyadır. Y bərabərdir b. İndi qrafikinə baxaq. Qrafikin nədir? Absis soxuna paralel olan düz xətdir. Üfüqi düz xət. Bura b-dir. Burada b 0-dan böyük olanda belə olacaq. Burada -b götürsək, burada da belə deyək, b də götürə bilərik, amma burada da b 0-dan kiçikdir sadəcə. Yəni mənfidir. Məsələn, tutaq ki, y bərabərdir 5. Bu funksiyanın qrafiki necə olacaq? 5-i qeyd eləyəcəm və həmin nöqtədən keçib absis soxuna paralel olan düz xətt y bərabərdir 5 sabit funksiyasının qrafiki olacaq. Y bərabərdir -5-in qrafikini qursam, -5-i qeyd eləyirəm. -5-dən keçib absis soxuna paralel olan düz xətt həmin funksiyanın qrafiki olmuş olur. Bu da belə. Funksiyalar haqqında da bu qədər.